Bura gəlməkdə məqsəd yəqin ki, Azərbaycan Ali Sovetinin konstitusiyasında dəyişmə edilməsi lazımdır. Bəli, prezident seçkiləri üzrə Respublika Konstitusiyasının beynəlxalq insan hüquqlarını pozan antidemokratik yuxarı yaş sensi ilə əlaqədar 121 maddəsinin 2-ci bəndi ləğv edilməli, Heydər Əlirzaoğlu Əliyevin prezident seçkilərinə namizədliyi qeydə alınmalıdır. Əks təqdirdə hər gün gündüz saat 3-də sabahdan başlayaraq mitingimiz davam etdiriləcək. Mən bilirəm ki, hər bir Azərbaycan vətəndaşının prezident seçkilərində iştirak etməyə haqqı var. Əlbəttə, Fransa ümumiyyətlə inkişaf etmiş dövlətlərin hamısında yuxarı yaş sensi yoxdur. Bu beynəlxalq insan hüquqlarına tamamilə ziddir.